Salam, mənim dəyərli izləyicilərim. Nətərsiz? Güman edirəm ki, yaxşısınız, Allaha şükür. Məni də soruşsaz, şükür Allaha, mən də yaxşıyam, çox şükür. Neyinirsiniz? Mənim dəyərli izləyicilərim, gözəl xanımlar, bugünkü alışverişimizi istədim sizlə bölüşüm. İnşallah. Bismillahla başlayaq. Siz də bilin, biz bugün nə almışıq? Evimizə lazım olan ərzaqları almışıq. Xanımlar, bu bizim çayımızdır. Bu çox qəşəng çaydır, ərəb çayıdır. Ətirli, dadı qəşəng, rəng olaraq da təbii rəngi var. Çox qəşəng bir çaydır, məsləhətli çaydır. Bu bir paçka bizim çayımız. Biraz qoz ləpəsi aldıq. Ləpəmiz. Bura qara kişmişimiz. Hərəsindən biraz götürdük. Bu bizim qara qayısımız. Ordubad qayısıdır. Çayla içməyə çox qəşəng gedir. Bunların hamısını mən yuyacağım bölüşəndən sonra, videonu çəkəndən sonra. Hamısını yuyuram, təzədən salfetkanın üzərində quruduram, sonra öz qablarına yığıram. Bu da xanımlar tunsuz gavalıdır, gavalı qurusu. Mən bunları salatda istifadə edirəm. Bax belə. Çox qəşəng də olur salatda, baxtıdır. Nüxək götürdük biraz. Nüxək çox xeyirlidir, bilirsiniz özünüzdə. Bu da yenə bizim qarışıq çayımızdır. Hərəsindən biraz götürdüm. Qəşəng çaydır bu da. Çox qəşəng ətir verir çay dəmləyəndə. Bu da konfetdir, şokoladdır. Biz zaten yoldaşımla şokolad içmirik. Uşaqlara, qonaq olanda süfrəyə qoymağa götürdük. Xanımlar, mandalindir, qəşəng mandalindir, şirindir. Bu arada da viruslar yayılıbdır, qrip baş alıb gedir, təkrar yenə döndü. Ona görə də məsləhətlidir ki, istifadə edəsiniz. Kökdür, çoğundurdur. Evdə lazım olan ərzaqlardır. Bunlar da yenə almadır, armuddur, hərəsindən biraz götürdük. Paralyotdur, biraz pomidordur. İndinin pomidoru çox vaxt olur payızın. Biraz xiyardır. Nardır, nar çox qəşəng nardır. Nar götürdük. Belə xanımlar, hərəsindən bir balaca götürdük. Maçalkadır, qab yuyan. Bunlardan mən işlədirəm. Çox qəşəng də yuyur qabları. Toyuq ətidir, sinə ətidir. Mən işlədirəm bundan. Lazım olur mənə, əlimin altında olsun. Holland pendiri götürdüyüm bir paçka. Yenə salatlarda işlədirəm. Milanın, smetanın götürdüyüm bir ədəd. Salfetdə götürdüm. Belə. Bu da bizim diş pastamız. Xanımlar. Dedim elə sizlə də bölüşüm. Video çəkəcəm, ardı olacaq inşallah. Xanımlar, siz izləmədə qalın. Like edin. Çox sağ olun. Bundan qabaqki videolarım çox maşallah olsun, gözəl izlənilib. Abunələrim artıb, maşallah olsun. Çox qəşəng rəylər yazmışsınız. İnanırsınız, o qədər gözəl rəylər gəlibdi mənim ünvanıma. Olmazın olmazı. Çox sağ olun. Allah hər birinizdən razı olsun. Mən bütün mənə rəy bildirən, fikir yazan
abunəçilərimin hamısından yerlə göy qədər razıyam. Sözün əsl mənasında. Həqiqətən çox izlənilir, maşallah olsun. Sizin sayənizdə kanalım qabağa gedir. Mən də çox ruhlanıram. Bax, belə videolar istəyirəm, çəkim, tez-tez paylaşım. İnşallah xanımlar, bax, belə də davam edin. Sükanı belə saxlayın. Allah hər birinizin köməyinə dursun. Amin inşallah. Salam xanımlar. Hər vaxtınız xeyir olsun. Mənim dəyərli izləyicilərim, dedim bu ərzaqları qablaşdıranda sizlə bölüşüm. Yenə deyirəm, gənc ailələrimiz var, gözəl qızlarımız gəlin köçüblər. Hərəsinin öz ailəsi, yuvası var. Allah xoşbəxt eləsin. Onlar da baxar, nəsə ola bilsin, yenə deyirəm. Maraqlı gələr qızlar üçün. Demək qızlar, bu mənim çay qabımdır. Bayaq göstərdim sizə. Çox qəşəng çaydır. Ağzını açmışam, dəmləmişəm. Həqiqətən çox ətirli, dadlı çaydır. Məsləhətlidir, yenə deyirəm. Yarpağı da nə iridir, nə xırda. Orta. İnanırsınız, üstünüzə sağlıq olsun. Özüm də qripləmişəm. Amma ona baxmayaraq, yenə özümə borc bildim ki, qarşınıza çıxım, videom yarımçıq qalmasın. Özümü toparlayım, videomu davam edeyim, bitirim. İnşallah da yaxşı olar. Bizim çayımız. Mən bunu qablaşdırdım. Xanımlar, bu da mənim konfet qabımdır. Göstərmişdim sizə. Konfetimizi də tutacaq. Belə mənə çox rahat olur. Buradan da götürürəm, yığıram. Konfet qablarına süfrəyə yığanda çox maraqlı və rahat olur. Mənim konfetim. Allah Taala hamının evini ruzulu, bərəkətli, bol eləsin. Bunlar təbii ki, hamısı olmalıdır. Mütləqdir. Bu da mənim qoz yığmaq üçün ləpət, qoz ləpəsi. Bura yerləşdirirəm. Lazım olduqca buradan götürürəm. İşlədirik. Allah hamımıza can sağlığı versin. Süfrələrimizi bol eləsin. Əsas önəmli can sağlığıdır. Can sağlığı olandan sonra bunlar hamısı vallahi həyatda olur. Bu da mənim qoz ləpəm. Yığdım qabına. Xanımlar, bu da sizə göstərmişdim. Ətirli çaydır, bax. Necə? İçində bunun çox qatışığı var. Qızılgülün qatışığı, yasəmən çiçəyinin, cənnət çiçəyinin, quru meyvə qatışığı. Çox gözəl və ətirli, xeyirli, faydalı bir çaydır. Bu da mənim iyi çayım. Bunu da yüz yerinə qoyaq. Belə. Xanımlar, indi isə bu qabıma da qaysını yığacağım. Xanımlar, qəşəng qaysını yudum, ilıq suda qurutdum. İndi isə öz qabına yerləşdirirəm. Buradan götürüb lazım olduqca işlədirik. Çox faydalı qara qaysı ürəyə çox xeyirdir. Ürək damar sisteminə çalışın. Vallahi belə şeylərlə çay için. Qətlə, nə bilim, şirniyyatla məncə də az istifadə eləmək lazımdır. Bunlar hamısı çox xeyirli və faydalıdır. Bu da mənim qaysım. Xanımlar, burada yenə qara kişmişimizi yığacağım bir gözünə. Yudum qəşəng ilıq suyla təmiz-təmiz. Qurutdum. Qara kişmişimizi də tökək bu qabın bu gözünə. Yenə deyirəm, qara kişmişdə bilənlər bilirsiniz zaten. Çox xeyirlidir, çox.
ürəyə, əsasən də ürəyə çox xeyirdir. Bu gözünə də xanımlar qara gavalı, tumsuz qara gavalını yerləşdirəcəm. Qəşəng. Bu da mənə, istəsəniz bunu da çayla içərsiniz. Şəxsən mən bu gavalı qurusu ilə çay içirəm. Mədə bağırsaq sisteminə çox xeyirdir, faydalıdır. Hətta bunu axşamdan 2 dənə, bax beləsini isladıb suda, ilıq suda, səhər tezdən 6-da durub bunu içib, meyvəsini də yesəniz, çox gözəl fayda verir bağırsaqlara. Çox gözəl. Bax, belə də istifadə edə bilərsiniz. Hər tərəfli xeyirlidir. Belə. Bunlar da mənim qara kişmişimlə gavalı qurum. Bu da xanımlar, tökmüşəm mixək. Görsətmişdim zaten sizə. Bu da mənim mixəyim. Belə. Xanımlar, yerləşdirdim hamısını. Allah Teala hamının ruzusunu bol eləsin, can sağlığı versin, xeyirli, şirin ağızla hamı öz süfrəsində bol-bol nuş etsin. Ailəsi ilə, evlatları ilə, nəvələri ilə. Allah Teala o can sağlığını heç birimizdən əsirgəməsin. Mən həyatda həmişə çox şükür eləmişəm. Hər dəqiqəmə, hər saniyəmə şükür eləyən insanam. Bilənlər bilir bunu. Allah Teala o şükürü bizim əlimizdən almasın. Həmişə şükürlü olaq. Maşallah sözü dilimizdən düşməsin. Can sağlığı sözləri hər zaman dilimizin şüarı olsun. O can sağlığını heç birinizdən əsirgəməsin. Mən də sizlə bahəm. Mənim əziz izləyicilərim. Yenə də deyirəm, izləmədə qalın. Abunə olmamısınızsa abunə olun. Like edin, gözəl-gözəl rəylər yazırsınız, yenə yazın. Yorumlarınızın hamısını ayrı-ayrılıqda bir-bir oxuyuram. Çox gözəl fikirlər yazırsınız. Allah sizi var eləsin. Yazan əlləriniz var olsun. Baxan gözləriniz heç vaxt ağrımasın, dərd görməsin. Hamınızı öpürəm, bağrıma basıram. Bugünkü videomda bundan ibarət oldu. Nə təsir bağışladı sizə, mənə yazarsınız, gözləyəcəm. Salamat qalın, Allah izin versin mənə. Təkrar yenə yeni videolarımdan gələrəm qarşınıza. Salamat qalın.